Əziz dostlar, ikinci testə baxaraq hansı cümlədə səbəb nəticə əlaqəsi istənilən məqamda doğrudur? A variantına baxaq. Cümlədə M ədatı işlənib. Nəticədə verilib ki, cümlədə sual cümləsi intonasiyası yaranır. Xeyr, M ədatı əgər tabiri mürəkkəb cümlədə bağlama vasitəsi rolunu oynayarsa, o zaman sual cümləsi yaratmır. Çıxırıq. Cümlənin sonunda nöqtə işarəsi qoyulub, cümlə nəqli cümlədir. Xeyr, əmr cümləsi də ola bilər. Ona görə B variantı getdi. Cümlənin daxilində nitq hissəsi kimi nida olan söz işlənib, cümlə nida cümləsidir. Dövlət İmtahan Mərkəzinin vəsaitində də qeyd olunub ki, bütün nidalar işlənən cümlələr nida cümləsi deyil. Nida cümləsinin mütləq sonunda nida işarəsi qoyulmalıdır. Bir əsas ipucumuz budur. Deməli, çağırış nidası. Məsəl üçün deyirik ki, ay Orxan, bura gəl. Burada bura gəl, bu cümlə artıq əmr cümləsidir, nida cümləsi deyil. Nə olsun ki, çağırış nidası işlənib. Sadə cümlədə əmr şəklində olan feil işlənməyib, cümlə əmr cümləsi deyil. Bəli, əmr cümləsinin mütləq xəbəri feilin əmr şəklində olmalıdır. Cavabımız D variantıdır. Cümlənin sonunda nida işarəsi nöqtə işarəsi ilə əvəzlənir. Cümlə nəqli cümləyə çevrilir. Xeyr, biz bilirik ki, əmr cümləsində yüksək intonasiya ilə desək və sonunda nida işarəsi qoyursaq, nida cümləsinə çevriləcək. Və dərhal oradan nidanı silib, təkrar bir də nöqtə işarəsini geri qaytarsaq və intonasiyanı aşağı tempə endirsək, olacaq əmr cümləsi. Deməli, nida cümləsi olmaq, nəqli cümləsi olması şərt deyil. Cavab D variantı idi, asan bir test.